Mən Emin Maşallahoğlu, hər birinizi salamlayıram, əzizlərim. Bildiyiniz kimi Müharibədən sonra filmi çəkmişdik. Hal-hazırda YouTube kanalında, yəni Ruslan İbrahimlinin kanalında Müharibədən sonra filmi yazaraq izləyə bilərsiniz. Və bu filmi biz Amerika Birləşmiş Ştatlarında film festivalına göndərmişdik. Çox şükürlər olsun ki, film festivalında seçildi, iştirak elədi və ilk aktyoru performansı göstərdiyimə görə bu hədiyyə mənə gəlib Amerika Birləşmiş Ştatlarından. Buna görə rejissorum Ruslan İbrahimliyə və bütün komanda üzvlərinə öz minnətdarlığımı bildirirəm. Ruslan İbrahimliyə xüsusi təşəkkür bildirirəm, çünki mənim aktyor kimi yetişməyimdə ən çox əmək olan Ruslan qardaşdır. İnşallah hal-hazırda da gördüyünüz kimi Qız filmin çəkilişini davam edirik. Yaxın zamanlarda inşallah o da işığımızı görər. İzləmədə qalın. İnşallah Müharibədən sonra filmi yazaraq izləyə bilərsiniz. Və Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Bu mükafat tək mənim deyil, Ruslan İbrahimli rejissorumuz başda olmaqla bütün komandamızındır və bütün komandamıza təşəkkür edirəm. Allah sizləri var eləsin, izləmədə qalın. İnşallah növbəti Qız filmi gəlir. Hələlik.